Bu mənəm Yusif. Bu isə mənim bacımdır. Ailəmizə ən balacası olduğum üçün səhər yeməyimi bacım hazırlayır. O deyir ki, onun hazırladığı yaxmanı yesəm, dərslərdən 5 alacam. Məktəbdən gələndə evdən nənəmdən başqa heç kim olmur. Ona görə günorta yeməyimi nənəm hazırlayır. Nənəm deyir ki, onun yeməklərini yesəm, nağıllardakı kimi güclü olacam. Bugün atamın ad günüdür və mən ona hədiyyə hazırlayıram. Həmişəki kimi ən dadlı yeməkləri isə anam bişirir. Anam deyir ki, onun bişirdiyi dadlı yeməkləri yesəm, böyüyəndə mənim də xoşbəxt ailəm olacaq. West Gold, ailənizin yağı.